Salam aleykum değerli izləyicilər. Sizə şifrəli əbcədli istixaradan bəslənmək istəyirəm. İstixara nədir? İstixara bizim üçün qeybdə olan bir məlumatı mənəvi işarələ Allahdan öyrənməkdir. Hər bir insanın həyatında anlaya bilmədiyi, düşdüyü problemlər, sıxıntılar olur, bilmir qaynaq nədir, amma bir türlü problemlər yaşayır. Və bunun üçün istixara. Bəzi insanlar zənni, şübhəli istixara edirlər. Bu platformalarda bəli, istixara üçün insanlara məlumat verirlər. Şübhəli təsadüfi istixara var, yəni verilən məlumatın 95-99% yanlışdır. Amma əbcədli kodlu şifrəli istixara deyilən bir şey var. Təsadüfi şübhəli zənni məlumat verilmir. Çünki hər bir insanın ayrı-ayrı məlumatları var. Adı, anadı, təvəllüdü, bəli. Adı, anadı, təvəllüdü var, ata adı var. Və bu onun əbcəd hesabı şifrəsidir. Hər bir insan ayrı bir məlumatların sahibidir və hər bir insan ayrı bir zaman və məkan koordinatları altında dünyaya gəlmişdir. Və hər bir insan ayrı bir zaman və məkan koordinatları altında dünyasını dəyişir. Odur ki, bir insanın dünyaya gəlmə və yaxud da özünə qəsd edərək həyatına son qoyma, Allah Teala əgər icazə verməzsə, o insan vəfat etmə və dünyaya gəlmə haqqı yoxdur. Odur ki, əbcədli şifrəli istixara nədir? O haqda indi qısa məlumat verim sizə. Baxın, tutaq ki, misal olaraq deyirəm də indi burada. Adım Əli. Deyək ki, 1992-ci ilsən. Adın Zəhra. Misal olaraq deyirəm. Və bu sənin əbcəd hesabında. Və bu sənin doğum tarixində əbcədindir. Hər bir insanın doğum tarixi adı və ana adıyla hesablanır və Quran surələri, ayələri təyin olunur. Yəni, zənni təsadüfi çıxan surələr, ayələrlə istixara olunmur. Baxın, bu adamın tutaq ki, adı Əli 1, 2, 3 hərfi və surədə çıxan bütün surələr, ayələr istixarəsində və bu hesablama ilə təyin olunur. 1, 2, 3, 4, 5. Bəli. Və bu əbcəd hesabı ilə hansı surə ayə çıxırsa, ona da məlumat verilir. Ən azı 3 ayə açılır. Lazım gələrsə 4, 5, 6, 7 ayəyə qədər açılır. Bəli, istixaranız bu qaydada çəkilir, videoya qeyd alınır və sizin özünüzə göndərilir. Profildə əlaqə nömrəsi var, kim ətraflı məlumat istəsə verilə bilər. Cadu üzərinizdə varmı, yoxmu, nəfs nəzər midir, sizə sıxıntı verən, sevindirici müjdəli xəbər mi var və yaxud da sizi üzəcək mənfi havadis mi var? Bu şifrəli əbcədli istixarada hamısı baxılır, ətraflı olaraq sizə məlumat verilir. Bəli, əgər istixara üzərinizə cadu əməlin varlığın işarəsi verilirsə və təmizlənməyə rəhmani yolla batıl etməsinə də